Selamun Aleyküm ve Rahmetullah İsmail müəllim. Aleykümselam və rahmetullah və barakatuh. Qardaş sual verir ki, cemaat namazı başlayıb. Cemaat səcdədədir. Bu halda mən qoşulmalıyam və mənim birinci rükətim necə başlayır? Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və selamu alə mən la nebiyyə ba'də. Möhtərəm qardaşlar, namaz qılarkən ola bilər ki, insan namaza gecikir, ikinci rükətə və yaxud üçüncü rükətə və yaxud da səcdəyə gəlir, çatır. Qardaşımızın sualında gəldiyi kimi səcdə, imam artıq səcdədədir. Sən namaza çatmısan, yaxşı olar ki, bəli, sən ona təkbir gətirib namaza girirsən və sonra da ona səcdədə qoşulursan. İnşallah ki, həmən rükətinin savabını qazanmaq ümidi ilə. Ancaq demək ki, o namazın, deyək ki, həmən rükəti mənə sayılacaq, yox. Namaz bilirik ki, rüküyə çatmalıyıq ki, onda o rükət bizə sayılsın. Necə ki, hədislərdə də gəldiyi kimi. Ancaq səcdədə olarkən imama çatarsansa, artıq həmən rükət sayılmır. O rükət yenidən qılmalısan, ancaq savabını qazanmaq üçün, bəli, imama səcdədən qoşulmaq olar. Bəli. Növbət sual. Bir qardaşı kənardan namaz qılan gördüm, tez-tez qılırdı. Dedim ki, belə etmə. O mənə dedi ki, mən hər zikri bir dəfə edirəm. Belə etmək doğru olurmu? Möhtərəm qardaşlar, namaz qılarkən yaxşı olar ki, hətta deyə, necə ki, dərsimizdə də gəldi ki, namazı hər bir ərkanını, hər bir əhkamını tam tuma'ninə şəklində, sükunətlə yerinə gətirmək. Necə ki, qardaşın da sual verdiyi kimi, görürsən, insan namazı tezləşdirir. Səcdəyə gedir, Subhan Rabbiyəl A'lə deyərək həmən qalxır. Yəni, rahatlaşmır, sükunət tapmır. Ona görə bu məsələyə diqqət etməliyik. Allah Resulü sallallahu aleyhi və səlləm namazı pis qılan kişiyə dedi ki, o namazı qılmışdı, səcdə də etdi, rükü də etdi. Ona buyurdu ki, sən namazı qılmadın, yenidən qıl. Çünki o tələsir namazda. Ona görə bir dəfə edirəm deyərək namazı tezləşdirmək olmaz. Yəni səcdənin və bütün əhkamlarda deyək ki, səcdəyə getdinsə, tam tuma'ninə tapmalısan, sükunət, rahatlıq tapmalısan, tam gözləməlisən səcdədə və ondan sonra Subhan Rabbiyəl A'lə dedin və bir dəfə deyib qalxa bilərsən, namaz səhihdir. Ancaq əfzəl odur ki, 3 dəfə deyəsən. Hətta dualar da əlavə edə bilərsən, əgər tək qılırsansa, fürsətin varsa. Ancaq üzərimizdə olan, yəni namaz qılarkən üzərimizə düşən odur ki, ən azı, yəni Subhan Rabbiyəl A'lə səcdədə 3 dəfə demək, rükuda olarkən Subhan Rabbiyəl Azim 3 dəfə demək. Və ən əsası da rükundur ki, əsasdır ki, onu düzgün şəkildə, yəni sükunət taparaq, orada rahatlıq taparaq, yəni səcdəyə gedən kimi qalxmamalısan. Ona görə namazına xələl gələ bilər, namazın batıl ola bilər, ona görə də buna diqqət etməliyik. Bəli. Təyyarədə namazı necə qılınır? Qibləni necə təyin edə bilərəm? Bu gözəl sualdır. Qardaşımız verir ki, təyyarədə namaz necə qılınır? Bir çox müsəlmanların, möminlərin müşkül qaldığı bir məsələdir. Təyyarədə, möhtərəm qardaşlar, bəli, namaz qılmaq olar yalnız zəruri hallarda. Bilirik ki, fərz namazı oturaraq qılmaq icazəli deyil, illa ki, zərurət olmadıqca. Minikdə və yaxud da ki, oturaraq qılmaq fərz namazı olmaz, illa ki, zərurət yaranmadıqca. Zərurət nədir? Məsələn, insandır, təyyarədə olacaq, uzun bir məsafə qət edəcək və o arada namazı ötə bilər. Təyyarə enərkən namazı çatdırmaya bilər, namazın vaxtı çıxa bilər. O zaman namazı təyyarədə qılması icazəlidir və onun da əhkamları var. Bəzi təyyarələrdə namaz üçün yer ayrılır. Yəni, xüsusi balaca bir yer olur, orada namazı ayaq üstə qılırsan və namazı olduğu kimi tamamlayırsan. Və qardaşımız eyni zamanda soruşur, qibləni necə təyin edək? Təbii ki, qibləni orada təyin edirik, əgər
onu təyin edə biliriksə, öyrənə biliriksə, istiqaməti, qibləni soruşub dəqiqləşdiririk. Namaz başladıqdan sonra əgər insan ayaq üstə namaz qılırsa, o istiqamətdə çevrilə bilirsə çevrilir qibləyə tərəf. Ancaq bacarmırsa və bilmirsə və olduğu kimi qılır. Necə ki, Rəbbimiz Qurani Kərimdə buyurur ki, "Fəttəqullahə məstata'tum." Allahdan bacardığınız qədər qorxun. Sən əgər qibləni tənzimləyə bilirsənsə, bəli, qibləyə tərəf durursan, namazını qılırsan, başlayırsan. Əgər təyyarə bildin ki, çevrilir, o istiqamətdə nisbətən qibləyə tərəf namazın içində ehtiyac baxımından çevrilə bilərsən. Əgər bunu da edə bilmirsənsə, əgər qibləni tam tuta bilmirsənsə, olduğun kimi qılırsan. Olduğun istiqamətdə qılırsan. Sonra ikinci məsələ, ayaq üstə durmaq üçün şərait yoxdur. O zaman oturaraq qılırsan. Oturaraq qılırsan, necə ki, insan ayaq üstə dura bilməyən insanların namazı oturaraq qılırlar. Necə ki, təkbir gətirirlər oturduqları halda, ondan sonra az rüküyə gedirlər və biraz qalxdıqdan sonra səcdəyə gedərkən biraz daha çox səcdəyə əyilərək və beləliklə oturaraq namazlarını təyyarədə tamamlayırlar. Ola bilər ki, insan deyək ki, iki oturacağın arasında qalxmaq kimi fürsəti var. Qalxır qiyamı ayaq üstə qılır. Sonra səcdəyə, rüküyə getmək üçün şəraiti imkan yoxdur. Onları oturaraq davam edir. Ona görə son nəticədə bu ayət-i kəriməyə qayıdırıq ki, "Fəttəqullahə məstata'tum." Allahdan bacardığınız qədər qorxun. Və bu məsələyə də təyyarədə namaz qılarkən diqqət etməliyik bu məsələlərə. Nə qədər bacarırsan, o şəkildə namazı qılmalısan. Əsas odur ki, namazın keçməsin, ötməsin. Bəli, Allah. Bu qatara da aiddir İsmail müəllim. Bəli, qatarda da əgər fürsətin varsa, ayaq üstə qılırsan, imkan varsa, imkan yoxdursa, oturaraq namazı eyni formada qılırsan. Bəli. Hansı hallarda minikdə namaz qılmaq olar? Fərz və yaxud da nafilə? Hansı hallarda minikdə namaz qılmaq olar? Deyər ki, insandır, səfərdə deyil. Məsələn, maşınla gedir və namazı düşüb qılmaq kimi imkanı yoxdur. Yerdə məsələn, palçıqdır, həddindən artıq yağış yağır, üzürlü haldır, maşından düşə bilmir. Təbii ki, bildiyimiz hal odur ki, namaz vaxtı girdi, maşını kənara veririk, miniyi kənara veririk, düşürük namazı, normal şəkildə qılırıq. Ancaq elə bir imkanı yoxdur insanın. Yer həddindən artıq palçıqdır və düşə bilmir və üzürlüdür və güclü yağış yağır. Belə hallar var, ona görə maşında qılmaq olar. Bu üzürlü hal sayılır. Həmçinin xatırladığımız kimi təyyarədə də insan onun istədiyi kimi hərəkət edə bilmir. Onda da üzürlü sayılır və olduğu yerdə təyyarə namazını qılır və fərz namazı ümumən möhtərəm qardaşlar oturaraq və yaxud maşında qılmaq icazəli deyil, illa ki zərurət yaranmadıqca. Ancaq nafilə namazı isə bəli, qıla bilərik maşında. Maşın gedə-gedə və yaxud maşında oturduğun halda, minikdə oturduğun halda nafilə namazı qıla bilərsən, icazəlidir, bəli. Mən işə namazını qılmağı unutdum və bunun üstündən bir gün keçdi. Bu halda mən nə etməliyəm? Bəli, insan əgər namazı unudubsa, deyək ki, hansısa namazı qıla bilməyib və yaxud unudub daha doğrusu, deyək ki, zöhr namazını qılmayıb, unudaraq qılır. Təbii ki, mömin bilərəkdən tərk eləməz. Unudaraq qılmayıb, birdən növbəti gün yadına düşür ki, mən zöhrü qılmamışam. Həmən onu qılır. Ancaq bir məsələni qarışdırmayaq, möhtərəm qardaşlar. Bəzən görürsən ki, bəzi insanlar gətirirlər ki, bizim insandır 40 yaşında hidayətə gəlib. Allah ona hidayət verib. Namaza başlayıb, ibadətə başlayıb və başlayır 20 yaşından bu yana bütün namazlarını qəza etməyə. Yəni, bununla bunu biz qarışdırmamalıyıq, möhtərəm qardaşlar. Bir çox insanlar səhv yanaşma edirlər ki, deyir, biz əgər bir namazı buraxdıq, qılmalıyıqsa, ötən namazları 20 ilin, 25 ilin namazlarını qıl. Yox, o bizə vacib deyil. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Ət-təvbətu yəcubbu mə qabləhə." Biz o insanları
fərqləndirməliyik. Bir insan mömindir, artıq hidayətə gəlib, namaz əhlidir, sadəcə bir namazını buraxıb, bilmədən, unudaraq. Bir də var, insan hidayətdə olmayıb. Allah ona hidayət verməmişdən öncə 20 il, 25 il namaz qılmayıb insan. Artıq 40 yaşında, 50 yaşında Allah ona hidayət nəsib edib, gözəl neymətlə şərəflənib və başlayıb namaz qılmağa və ona deyirlər ki, sən keçdiyin bütün 20 ilin, 25 ilin, 30 ilin namazlarını qəza etməlisən. Düşünün ki, bu insan o namazları yerinə gətirə bilərmi? Yəni, İslam dini sizcə bizdən onu tələb edirmi? Əlbəttə yox. Çünki dinimiz asanlıqdır. Necə ki, Allah Resulü bu, yəssiru və la tuassiru. Asanlaşdırın, çətinləşdirməyin. Və başqa bir hədisdə də Allah Resulü buyurur ki, ət-təvbətu yəcubbu mə qabləhə. Tövbə keçmişləri silib aparır, təmizləyir. Sən bugündən başla, sən bugün tövbə et, Allahdan bağışlanma istə, keçmişlərindən tövbə et, sadiq tövbənin 4 şərti var. İxlasla tövbə et, etdiyin günahlardan çəkin, peşman ol və bir daha qayıtmamağa söz ver. Beləliklə artıq yeni bir səhifə aç, namazlarını qıl və sən keçmişdən qiyamət günü sorumlu deyilsən. Möhtərəm qardaşlar, onu qarışdırmayaq. Bir çox insanlar bundan əziyyət çəkirlər. Baxırsan, insandır, bütün günü namaz qılır, hətta yorulur, bəlkə hətta ikrah gəlir ona. Bir çox insanlara deyəndə ki, sən 20 ilin, 30 ilin namazını qılmalısan, hətta o namaza başlamağa belə tərəddüd edir. Bir çoxları heç başlamır, qorxur başlamağa. Ona görə biz insanları əbəs yerə, cahilcəsinə qorxuzmamalıyıq. Dinimiz bizdən bunu tələb etmir. Bilmədiyimiz əhkamları insanlara tətbiq və təşviq etməməliyik. Artıq o hidayətə gəldisə, artıq o günündən sorumludur o. Ondan artığını onu biz yükləyə bilmərik. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm də buyurur ki, tövbə keçmişləri silib aparır. İnnəl həsənət yuzhibnəs seyyiət. Həqiqətən həsənətlər günahları silib aparır. Yeni səhifə açıb yenidən başlamalıyıq namaza. Bu məsələyə də mühüm bir məsələdir. Çox insanlar burada çaşqınlıq içində qalır. Görürsən ki, insanlara çətinlik yaradırlar bilmədən. Burada dinimiz bizlərə artıq namaza başladıqdan sonra, hidayətə gəldikdən sonra biz artıq o gündən ibadətlərimizin yerinə getiririk və o gündən sonra artıq əhkamlar üzərimizdə vacib olur və onları biz davam etməliyik. Keçmişdən sorumlu deyilik, bəli. Qolları çırmalayıb, həmçinin şalvarın balağını qatlayıb namaz qılmaq olarmı? Bu da gözəl bir sualdır. Çoxlarımızın başına gəlir, soruşurlar bu məsələni. Möhtərəm qardaşlar, namaz qılarkən deyək ki, qolu belə bu formada, namazdan öncə insan dəstəmaz alarkən qolunu bu formada çəkir ki, dəstəmaz alsın və gəlib belə də namaza girir. Allah Resulü sallallahu aleyhi və səlləm bu formada namaz qılmağı nəhy edib bizlərə. Ona görə namaz qılar, dəstəmaz aldın, həmən bunu yerinə gətir, ondan sonra namaza başla. Sual oluna bilər ki, mənim köynəyim, deyək ki, bəzi köynəklər var ki, onun forması elədir. Yəni qatlamaq, yəni daimi o şəkildə gəzir. Heç zaman onun qolunu açmır. Onda artıq buyurulur ki, o köynək əgər daim formada elə qalırsa, bəli, o köynəklə elə də olduğu kimi namazını qıla bilərsən. Onun forması o formadadır və davamiyyətli şəkildə də sən onu elə saxlayırsan. Qadağan olunan nədir? Bəzi insanlar müəyyən vaxtlarda namaz dəstəmaz alarkən bunu qatlayırlar və belə də qoyurlar. Və qadağan olunan, nəhy olunan odur ki, onu elə qoymaq olmaz, açıb ondan sonra namazını qılmalı. Həmçinin o balaqlara da aiddir və eyni zamanda qollara da aiddir. Allah'a bəli. Kişi və qadın namaz qılarkən necə durmalıdır? İmamın arxasında. Bəli. Kişilər imamın arxasında durarkən, deyək ki, kişi imamdır və arxasında da kişilər durub. Onda tam arxasında dururlar. İmamın arxasından səhv başlayır. Bəzən görürsən ki, məscidlərdə rast gəlirik. İnsanlar gəlir, sağdan başlayır. Bəzən gəlir, soldan başlayırlar. Yox. Əgər sən cəmaat namazı qılınırsa, əgər 3 kişi gəlibsə, 3'ü də gəlib namazı imamın ta arxasından başlamalıdırlar.
Sağdan və soldan yox. Nə zaman sağdan başlayırıq? Deyək ki, imam təkdir, imamın arxasında duran insan təkdir. Gəlir onda imamın sağında durmalıdır. Sünnət budur. Əgər ikinci adam gələrsə, artıq o 2 nəfər imamın arxasına keçir və beləliklə səhv yaranır. Və onlara gələn insanlar artıq sağdan, soldan, birinci sağdan, sonra soldan beləliklə safı tamamlayırlar. Bu birinci məsələ kişilərin namazında. Qadınlarda isə deyək ki, evdə namaz qılırsınız, həyat yoldaşınız isə arxanızda durur. Arxanızda durur, namazı qılır. Və eyni zamanda da qadınlar birləşərsə, arxadan, kişinin arxasından namaza qoşulurlar. Deyək ki, qadın imamdır və qadınlara imam durur. O zaman kişilərdən fərqli olaraq qadınların qabağında yox, sadəcə qadınların ortasında durur. Deyək ki, səhvlər düzülür, bir səhv düzülür və imam duran qadın isə onların ta ortasında durur. Yəni, qadınlarda buyurulan sünnə budur. Bu şəkildə kişilərdən fərqli olaraq. Ancaq ərinin arxasında durarsa, arxada duraraq normal şəkildə namazlarını qılır. Bəli. Qadın namaz qılarkən uşaq ağlamağa başladı. Bu zaman uşağı əlinə alıb namaza davam edə bilərmi? Bəli, əgər namaz qılarkən uşaq ağlayırsa və görürsən ki, sənin namazına maneə yaradır və uşaq həddindən artıq ağlayır və əziyyət çəkir, bəli, olar ki, onu götürəsən, namazı onunla bir yerdə qıla bilərsən, icazəlidir. Və eyni zamanda da alimlər buyururlar ki, yaxşı olar ki, namazı qısaldasan ki, uşağı narahat qoymayasan. Həmçinin də namazı bu formada qılmaqla insan yəni uşağa əziyyət verərək həm xuşu tapa bilmirsən, rahatlıq tapa bilmirsən. Ona görə əfzəl olan odur ki, yəni namazı qısaldasan ki, Allah Resulü sallallahu aleyhi və səlləmin də dönəmində olub ki, namazı qısaldırlar, qısa qılırdılar ki, uşaq səsi gəldiyi zaman. Və yaxud da ki, ola bilər götürəsən, qucağında qılasan namazı və uşaq sakitləşər və beləliklə namazı davam etdirə bilərsən. Sonuncu sual. İşə namazını vaxtında qılmaq daha əfsəldir, yoxsa heç bir səbəb olmadan uzadıb qılmaq? İşə namazını və bütün namazları vaxtında qılmaq əfsəldir və xüsusən də bəzən insanlar olur ki, mən işanı gecikdirəcəyəm, ancaq ən əfsəl oldu ki, sən cəmaatla qılasan. İşə namazını cəmaatla məsciddə qılasan. Nə qədər ki, bacarırsan, nə qədər ki, çata bilirsən, gedə bilirsən, fürsətin var, əfsəl odur ki, cəmaatla. Çünki məsciddə namaz vaxtında qılınır və sən də cəmaatla qılmalısan. Ola bilər üzrün var, gedə bilmirsən və xəstəsən, evdə qılmalısın işə namazını. Bəli, onda gecənin yarısına qədər gecikdirmək icazəlidir. Yəni gecənin yarısı nə ilə ölçülür? Məsələn, məğrib namazı ilə sübh namazını ta ortasında artıq gecənin yarısıdır. Yəni gecənin bir çox səhih rəylərə görə səhih olan odur ki, yəni gecənin yarısından namaz ona keçməməlidir. Düzdür, bəzi alimlər sübh namazına kimi deyirlər, ancaq bir çox alimlər isə yəni əfzəl üstün rəy götürürlər ki, gecənin yarısına kimi, yəni məğriblə sübh namazı arasında olan vaxtın ta ortasında artıq gecənin yarısı. Nəyə görə belə deyilir? Çünki fəsillərə görə gecənin yarısı dəyişir. Ona görə sübhlə məğrib namazı arasında olan məsafə artıq gecənin yarısı. Ona görə gecənin yarısından oyuna keçməməlidir. Hətta evdə olduğun, üzürlüsən, gedə bilməmsən, evdə bəli gecikdirib qılmaq sənə icazəlidir. Yalnız işə namazına aiddir o. Ancaq ümumən Allah Subhanahu wa Ta'ala Quran-ı Kerimdə buyurur ki: "İnne's-salate kanat 'alel-mu'minina kitaben mawquta." Həqiqətən namaz möminlərə vaxtı-vaxtına əmr olundu. Və deyə sual oluna bilər ki, nəyə görə işə namazı gecikdirə bilərik? Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "Ləulə ən əşuqqa alə umməti ləəmartuhum." Yəni onlara əgər çətin olmasaydı namazı gecənin 3də 1-də əmr edərdim işanı.
Bundan alimlər dəlil götürürlər ki, bu dəlildən ki, yəni namazı evdəsən, yəni məscidə gedə bilməmisən, evdə olduğun halda namazı gecikdirmək icazəlidir, gecənin yarısını keçməmək şərti ilə, bəli. Suallarımız bu qədərdir. Allah sizdən razı olsun. Allah razı olsun, Allah faydalı etsin. Allah subhanahu wa ta'ala hər birimizi eşitib faydalanır etsin. Və sallallahu aleyhi və səlləm alə nəbiyyina Muhammed.